Daş qəlbli insanları neynərdin ilahi? Bizdə bu soyuq qanları neynərdin ilahi? Artdıqca həyasızlıq olur el mütəhəmmil, hər zülmə dözən canları neynərdin ilahi? Bir dövrdə kim sidq-ü səfa qalmayacaqmış, bilməm belə dövranları neynərdin ilahi? Məzlumların göz yaşı dərya olacaqmış, dəryaları, ümmanları neynərdin ilahi? Səyyad-ı cəfakərdə rəhim olmayacaqmış, ahuləri, ceyranları neynərdin ilahi? Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, toxum əkməyə dehqanları neynərdin ilahi? İşrəncbərin, güc öküzün, yer özünün ki, bəyzadələri, xanları neynərdin ilahi? Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, dildadə-i irfanları neynərdin ilahi? Sürtüqlü müsəlmanları təkvirə qoyan bu döşlüklü müsəlmanları neynərdin ilahi? Yaxud bunların bunca nüfuzu olacaqmış, 3-5 bu xandanları neynərdin ilahi? Qeyrətli danosbazlarımız iş bacarırkən, tənbəl dəli şeytanları neynərdin ilahi? Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, evlərdəki nisfanları neynərdin ilahi? Tacirlərimiz soynalara göz tikəcəkmiş, bədbəxt bu tükəzbanları neynərdin ilahi? Subhanəkə, Subhanəkə, Subhanəkə ya Rəbb, baxdıqca bu hikmətlərə heyran oluram həb. Səlman Mümtazın xatirələrində var ki, Sabiri bütün işindən ayırmaq olardı Füzuli söhbəti ilə. Füzulidən söhbət salardım, onu bütün işindən ayıra bilərdim. Amma Füzuli söhbətindən onu ancaq namaz vaxtı ayırmaq olardı, gedərdi namaz qılmağa. Bu cür müsəlman bir insan olub. Şübhəsiz onun orada qəsidəsi də olub, nohəsi də olub. Çünki bir 5-6 dənə o nohələri, Kərbəla hadisələri haqqında yazdığı o dini şeirləri, mərsiyələri gəlib çıxıb əlimizə. Var əlimizdə o cür şey. Orada da sabirdir. Orada da sabirdir. Özü böyük sabirdir. Yəni, bunlar hamısı ədəbiyyatımızın, bizim yəni, bir lori bir söz deyim, bunlar bizim oğlanlarımızdır, bizim kişilərimizdir. Bunlar Azərbaycan xalqının balalarıdır, dünyada yoxdur bunlardan. Heç yerdə yoxdur. Bir dənə şamaq